Bundan da gözəli sizə qismət olsun. İnşallah dəyərli izləyicilər. Əvvəla hər birinizi salamlayıram. Ümid edirəm hər biriniz yaxşısınız. Dostlar, yadınızdasa bu evi mən bir dəfə çəkib sizə təqdim etmişdim. İndi isə qiyməti təcili endirilib. Qərara gəldim ki, yenidən çəkim sizə təqdim edeyim. Deməli, Mərdəkanda elit məhəllələrin birində Bravodan üzü Qalya gedən istiqamətdə yerləşir. Əsas yoldan 500-600 metr məsafədə. 6 sot torpaq sahəsində 190 kvadratlıq bir evdir. Qısa məlumat verəcəm. Hər hansısa sualınız yaranarsa istənilən vaxtı 050 755 95 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Mən sizə daha ətraflı məlumat verərəm. Bu evin qiyməti endirilib 415 min manata satışa təklif olunur. Real müştəriyə endirim olacaq. Bizim səhifədən gələnlərsə xüsusi bir endirim var. Yolu qapıya kimi asfaltdır, su, qaz, işıq daimidir, sənədləri qaydasındadır. İpotekaya yararlı bir bağ evidir. Görürsünüz, əsas girişdir, jalüz darvaza, yanında əl qapısı. Yəni, yaşayış üçün hər cür şərait yaradılıb, əşyalı bir bağ evidir. Heç yaşayış olmayıb burada. Demək dostlar, girişdən evin görünüşü, maşallah olsun, möhtəşəmdir. Tikinti zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub. İnşallah ki, özünüz də gələndə görərsiniz, sözümüzdə yalan yoxdur. Girişdən sol tərəfdə böyük bir hovuzu, hovuzun üzərində kobra şəlaləsi. Sol tərəfdə yayqış mətbəxi. Burada yayqış mətbəxidir dostlar. Kondisioner xətti falan hamısı atılıb. Cam balkonla da asılır, bağlanır. Evin sağından solundan yetərincə böyük bir hava işləmək üçün yer var. Yaşıllıq zolağında görürsünüz, demək olar. Həyətə girişdən sağ tərəfdə, sol tərəfdə, hovuzun baş tərəfində burada yetərincə dekorativ ağaclar və yaşıllıq zolağı var. Evin arxasında həyətin sanitar qovşağı, saxlanıc otağı, onları sizə təqdim etməyəcəm dostlar. Bura evin terasıdır. Qonaq otağından. Bura çıxış var, dostlar, daha doğrusu mətbəxdən və yataq otağın birindən. Bura çıxış var, terasın baş tərəfində manqal yerləşir və bu da həyətin görünüşü. Bu ərazidə 4 fəsil yaşamaq da olar, bağ evi kimi istifadə etmək də olar. Böyük vitraj pəncərələr həyətə açılır, zaten bunlar görsənir. İndi isə qısa olaraq evlə tanış olaq, evə daxil olduq. Hol hissəsidir, ümumi olaraq. Üstü pol, dəyərli izləyicilər. Hol, mətbəx, qonaq otağı, kermogranit, qalan otaqlar bahalı, laminatdır. Hündür tavanlıdır, rəng işləməlidir, yəni divar kağızı yoxdur bu evdə dostlar. Girişdən sağ tərəfdə qonaq otağı yerləşir. Həqiqətən də çox səliqəlidir. Bura bizim qonaq otağımızdır. Bir də vurğuluram. Yaşayış üçün hər cür şərait var. Girişdən sol tərəfdə mətbəximiz yerləşir. Burası mətbəxdir. Bir vurğuladım, mətbəxdən terasa çıxışı var. Yəni, aksesuar falanlar hamısı bahalıdır, mebellər, orta mebellərdir dostlar. Bura evin birinci yataq otağı. Bura böyük yataq otağıdır. Eynisi ilə burada da əşyaları falan hamısı var. Yataq otağına girişdə böyük qarrov yığılıb. Yəni, görsənir. Və bu yataq otağına aid bir hamam otağı var. Ümumilikdə 3 yataq otağı, 2 hamam otağı mövcuddur bu evdə. Bura evin əsas hamam otağıdır. Bura qarrov otağı. Kamera falan hamısı burada yığılıb təbii ki. Daha bir yataq otağı dostlar. Bu yataq otağında daxilində böyük bir qarrovu var. Və burada sonuncu, üçüncü yataq otağı eynisi ilə. Bu yataq otağından da terasa çıxış var və bunun da daxilində böyük bir qarrovu var. Yəni, qarrovlar falan yetərincə dərindir. Demək dostlar, Mərdəkanda əsas yola 600 metr məsafədə 6 sot torpaq sahəsində 190 kvadrat 4 otaq tam əşyalı bağ evi 415 min manata satışa təklif olunur.
real müştərilərə endirim olacaq. Diqqətiniz üçün təşəkkür edirəm. Bizi izləməkdə qalın.